məmnuniyyətlə indi sözü Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şairəmiz Aprel şəhidləri, 1-ci Qarabağ və Zəfərlə bağlı çoxsaylı şəhidnamələrin müəllifi olan hamımızın böyük sayğı duyğumuz Gülamayıl Anaya söz verir. Haqqa söykənib kökün dayanır. Uzaq ulduzlardan gəlir sorağın, harda ədalət var rəng bayrağın, orada dalğalanır Azərbaycanı. Dalğalansın bayrağın Azərbaycanı. Dalğalansın bayrağın bütün Türk dünyası Turan elləri. Bu günləri əzizləyib, həmişə başına sığal çəkdiyim qızım, vətənin vətəndaşı, saldaşı olan vətən qızı, profesör, alim, yazışımız, Sabiqə xanım, Şərifovanın və bütün tədbir iştirakçılarının, əziz və dəyərli qonaqlarımızı salamlayıram. Salamlayıram əskərlərimizi, zabitlərimizi, ordumuzu salamlayıram. Azərbaycanımızın bütövlüyü uğrunda canını fəda edən Qarabağ müharibəsində şəhid olanların ruhunu salamlayıram. Onların qarşısında mən və vətən oğulları baş əyir. Bu günlərdə oradan başqa mövzuya toxunacaqdır. Neyse. Muzeyə daxil olanda dəmir yumruq yazılıb. Dəmir yumruğun yanında yazılıb ki, 8 noyabr Zəfər bayramıdır. Zəfər bayramımız mübarək olsun, bu tarixi bayramımız. Və o dəmir yumruqdur ki, Məhəmməd Peyğəmbərimizin Həzrət Əliyə verdiyi Zülfüqar qılıncıdır. O qılıncı bir tərəfi zəka, ağıl, bir tərəfi isə haqq, ədalət. Bax, həmin yumruqda haqq, ədalət, zəka, torpaq, vətən, birlik, həmrəylik yumruqdur. Yaşasın o yumruğumuz, o birliyimiz, o həmrəyliyimiz. Və mən deyirəm ki, şəhidin, zəfərin mübarək olsun. Çox uzun danışmayacağım, vaxtımız azdır. Amma bu günləri mənə ağladan şəhid anasına deyirəm. Dərdin dağlara getməsin, dərdin dağlara getsə, şəhid eləsən dağları, şəhid anası. Şəhid anaları mənə cavab verdi ki, mən şəhid anasıyam, qoy götürürlər, amma göz yaşımı boğacaqam mən. Bətnimdən doğduğum şəhid balamı, indi öz ruhumdan doğacaqam mən. Mənim də Kür çayı qoyacaq qağı, hər dağın, hər daşı məslan yatağı, sinəmə dağ çəkmək istəyən yağı, görsün necə zirvə, necə dağam mən. Ah desəm, ahma dinər ulduzlar, göylərdən yerlərə yenər ulduzlar, üç rənk bayrağıma dönər ulduzlar, ana görkəmində bir bayrağam mən. Oğulsuz keçsə də neçə illərim, dərddən ağarsa da qara tellərim, deməz, qədir bilən doğru ellərim, deməz, xəzən vurmuş bir yarpağam mən. Düşmənlər yurduma girməyəcəklər, bağımdan gül çiçək dərməyəcəklər. Nə qədər vətən var, hələ sağam mən, şəhidlər ölməyib, ölməyəcəklər. Nə qədər vətən var, hələ sağam var. Nə qədər siz varsınız, nə qədər xalqımız var, nə qədər torpağımız var, şəhidlərimiz ölməyib, ölməyəcəklər. Zəfərimiz mübarək. Və şəhid analarına, şəhid ailələrinə isə səbir diləyirəm Allah'tan. Sahidə qızımın da uğurlar arzulayıram. Gözəl qızımın yaradıcılığında həmişə zəfərdən yazın. Həmişə Allah'ımızdan yazın. Çox sağ olun. Sağ olun.